Salam, mən Həbibova Fidan Şakir qızı. Bakalavr təhsilimi Bakı Dövlət Universiteti Kimya Fakültəsində, magistr təhsilimi isə Sumqayıt Dövlət Universiteti Kimya Biologiya Fakültəsində almışam. 14 illik pedaqoji təcrübəyə sahibəm. Bu müddət ərzində 100-dən çox yerli və beynəlxalq təlim, kurs və vebinarda iştirak etmişəm. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən 6-cı qrant müsabiqəsinin qalibi olmuşam. Azərbaycan Gənc Müəllimlər Assosiasiyasında mentor olaraq fəaliyyət göstərmişəm. Şagirdlərimlə birlikdə Avropa Məktəblər Birliyi layihəsi olan eTwinning layihəsində milli və Avropa keyfiyyət nişanına layiq görülmüşük. Sabahın alimləri 12-ci Respublika layihə müsabiqəsinin finalçısı olmuşuq. Ölkə üzrə keçirilən ən böyük təhsil festivalında çalışdığım məktəbi 2 nominasiya üzrə uğurla təmsil edərək Regional Təhsil İdarəsi və Məktəb Rəhbərliyi tərəfindən fəxri fərmana layiq görülmüşəm. 2024-2025-ci tədris ilində Bakı şəhəri üzrə keçirilən direktor müavinlərin işə qəbulu müsabiqəsində uğur qazanaraq Bakı şəhəri Aslan Muradov adına 84 nömrəli tam orta məktəbə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmişəm. Çalışdığım məktəbdə əsas məqsədim şagirdlərin həm bilik, həm də tərbiyə baxımından yüksək səviyyəyə çatdırılması, milli mənəvi və ümumbəşəri dəyərləri qoruyan, inkişaf etdirən, geniş dünya görüşünə malik, yenilikçi, praktik bacarıqlara malik şəxsiyyətlər kimi yetişdirilməsidir.